Доброе утро, Лейла. Как спалось? Necə olur ki, hər zaman formadasız deyənlərə səhər rutinimdə günə pozitiv başlayıb ilk növbədə ac qarnına mütləq limonlu suyumu içirəm. Özü də su mütləq ilıq şəkildə olsa daha yaxşı olar. Hətta deyərdim istiyə daha yaxın. Sonra isə yaxınlığımızda olan Pişivari parkında yürüyüşə çıxıram və belə bir mənzərələrlə qarşılaşanda həqiqətən çox pis oluram. Nəysə bu ayrı bir mövzudur. Evə qayıdıb özüm üçün səhər yeməyi hazırlayıram. Ömür boyu özüm üçün konkret bir diyet etməmişəm. Ay səhər bunu ye, günorta falan şey ye, axşam bunu ye. Hər zaman da konkret menyunun əleyhinə olmuşam. Çünki düşünürəm ki, insan diyetdə də olsa hər bir şeydən yeməlidir. Amma təbii ki, bunun öz qaydaları da var. Təbii ki, burada əsas məsələ çörəyi və şəkəri minimuma endirməkdir. Bir də yeməklərin porsiyaları çox vacib. İndi deyərsiniz ki, bu 3 yumurtalı yeməyi hamısını özüm yedim. Qətiyyən yox, yarı böldüm oğlumla. Ən əsas məsələlərdən biri də yediyiniz kalorini mütləq yandırmaq və ara məsafəsini gözləmək. Yəni səhər yeməyindən sonra 3-ə 4-ə qədər ancaq su içmək və gündə 2 dəfə qidalanmaq, səhər və axşam yeməkləri. Axşam yeməyində isə mədəni çox yüklənməmək. Elə bu rutinlə də illərdir özümü bu çəkidə saxlamışam. İndi isə gedirəm hara? Qadınların çox həssas yanaşdığı bir mövzu var. Bakıda ən çox çeşidi olan üz baxım məhsullarının yeganə ünvanı olan avokado mağazasına. Buranın ab-havası o qədər gözəldir ki, məhsulların çeşidlərinin çoxluğuna baxdıqca insana o qədər gözəl pozitiv hisslər bəxş edir ki, elə bütün dükanı alıb çıxmaq istəyirsən. Mağazada müxtəlif ölkə brendlərinin məhsulları satılır. Fransa, İtaliya, Amerika, La Roche-Posay, Estederm, L'Oreal, Bioderm, Vichy və sairə tanınmış brendlərin üz baxım məhsulları burada satılır. Hətta Koreya firmalarının da çox keyfiyyətli məhsulları bu mağazada xüsusi yer alır. Üz yuma gelləri, kremlər, serumlar, saç və bədən baxım məhsulları, ətüllər, maskalar, müxtəlif kosmetik vasitələr. Bir sözlə, bir qadın üçün nə lazımdırsa, bu dükanda hər bir şeyi özünüz üçün tapa bilərsiniz. Onu da qeyd edim ki, burada sizin üz tipiniz konsultant xanım tərəfindən araşdırılır, dəyərləndirilir və sizin üz tipinizə uyğun məhsullar seçilir. Əslində mənim o qədər də dərindən məlumatım yox idi ki, kosmetikanı üzdən tamamilə təmizləmək nə qədər vacibdir. Onu da hər hansı bir losyonla sildiniz, girdiniz, yudunuz. Yox, elə söhbət yoxdur. Yəni qısa deyim ki, tonal kremlər, SPF-lər üzdən elə də rahatlıqla təmizlənmir. Və vaxtında təmizlənmədiyi üçün də üst-üstə yığılır və bütün məsamələri bağlayır. Yəni bunları üzdən çıxarmaq üçün xüsusi yuyucu vasitələr vardır. Hansı ki, üzü 100% makiyajdan təmizləyir. Konsultant Vəfa xanım tərəfindən mənim də üz tipim araşdırıldı. Mənə hansı məhsullar lazımdırsa, onları mənim üçün seçdi. Və həqiqətən də illərin təcrübəsi öz sözünü deyir. Artıq bir həftədən çoxdur ki, onları istifadə edirəm. Çox razıyam. Belə bir qısa müddətdə dəyişiklikləri heç özüm də gözləmirdim. Bu isə mağazanın kosmetoloji zonasıdır və burada olan təmizlik həqiqətən də mənə çox ləzzət elədi. Bu mağaza Ağşəhərdə yerləşir. Belə əziz xanımlar, hər yaşda özünüzə qulluq etməyi unutmayın.